Ha, gəlin indi də an article, some, any, few, little ilə bağlı olan test tapşırıqlarına baxaq. Deməli, testi işləməmişdən öncə uşaqlar yaxınlaşdırıram. Birinci dayandırırsınız, pauza verin. Suala baxın, özünüz variantı hansıdır seçirsiniz. Sonra yenidən izaha baxın. Görün düzmü tapdınız. Yaxşı, başladıq. Deməli, ilk olan sualdan başlayırıq. İlk sualımız, bir dəqiqə yaxınlaşdırım mən, qələmi götürüm. Deməli, there are bananas on the table. Deməli, variantlar bu formada gəlir uşaqlar. Bax, an article, some, bir də any. Biz boşluqdan sonraya baxırıq. Boşluqdan sonra əgər cəm isim gəlibdirsə, biz o zaman nəyi atırıq? Əni atırıq. Və baxırıq necə sualdır, necə cümlədir. Bu təsdiq cümləsidir. Təsdiq cümləsidirsə, onda əni də atırıq, qalır nə? Some. İkinci sual. Please don't make noise. Deməli, necə tipli sualdır bu? İnkardır da. İnkar varsa, some yoxdur, çıxaq, heç atırıq. Noise, səs, sayılmayandır. Sayılmırsa, an article gedər, few gedər. Qaldı nə? Any. Don't make any noise. Səs etmə. She has got time for lunch. Üçüncüdə. Time'a baxdıq, boşluqdan sonra baxdıq, ismimiz sayılmayan isimdir. Ona görə nə atırıq? Few'nu atırıq. Çünki few özünə sonra cəmsin istəyir. Baxdım bura, any. Nə sual deyili, nə inkar deyili. Ona görə any'ni də atırıq, qalır nə? Little. Dördüncüdə, Johnny never eats fruit. Never özü inkarlıq bildirir uşaqlar. Deməli, fruit necə isimdir? Sayılmayan isimdir. Ona görə biz əni atırıq. Deməli, any götürürük, çünki some təsdiqlə işlənir. Qaldı nə? B variantı. Beşincidə, her sister is actress. Deməli, baxırıq. Actress sayıla bilən tək isimdir də. Ümumiyyətcə peşələrin qabağında an article gəlir. Məsəl üçün, a teacher, a doctor. İndi actress gəldiyinə görə biz few'nu atırıq və birinci hərfimiz saitlə başladığına görə onda an qoyuruq. An actress. Amma teacher, t, samitlə başlayırdığında onu deyirik a teacher. 6-cı sualda görürəm ki, bir dənə inkarlıq var. İnkarlıq varsa some'ı çıxıram. Little'ı çıxıram. Özünə sonra gələn isim engineer, mühəndis deməkdir, peşə bildirir. Ona görə an engineer. Her dad isn't an engineer deyirik. Sonra 8-ci sualda, yox, 7-ci sualda apple a day, doctor away. Deməli, bu bir ifadədir. Gündə bir alma yesən, həkimdən uzaq olarsan. Apple sayıla bilən tək isim olduğuna görə, deməli, few'nu çıxırıq, some'ı çıxırıq. Some'dan sonra sayıla biləndirsə cəm gələrdi. Oldu nə? An apple a day keeps doctor away. 8-ci sualda the kids have free time. Time sayılmayan isimdir. Ona görə əni çıxıram. Necə cümlədir? Təsdiqdir də, inkar yoxdur ki burada. Ona görə B-ni çıxıram, qalır nə? Some. 9-cu sualda people spoke Dutch. Deməli, burada people gəlib, insanlar gəlib cəmdədir. Ona görə little-ı çıxıram, sayılmayan isimlərlə işlənilir. Eni də çıxıram, çünki təhlik bildirir. Qaldı nə? Few people. 10-cu sualda Paul hasn't got good job. Deməli, baxıram, good job gəlib. Avtomatik olaraq mən baxıram, hasn't got. Some, inkarlıq var deyənə some'ı çıxıram və job sayılmır deyənə few'nu çıxıram, qaldı nə? Any. 11-ci sualda she is lucky, she has problems. O xoşbəxtdir, çünki onun nəyi var? Problemi. Deməli, az deyərik də, az problemi var. Ona görə some qoysam, çox problemi var, xoşbəxt olmazdı. Enini çıxıram, təsdiq deyili, inkar deyili, qaldı nə? Few problems. Problems da sayıla bilən cəmsindir. We won golden medal. Deməli, baxdım, medal burada sayıla bilən tək isimdir. Some'ı atıram, özündən sonra cəm istəyərdi.
N-ni atıram, nə inkar deyilir, nə sual deyilir. Qaldı nə? Sorry, bir dəqiqə. We won. Bu da səhv veriblər. A golden medal olardı. Ən yox, E artiklı gələrdi. Ona görə yanlışdır. Yenə testdə səhvlik var. 13-cü sualda and didn't give me. İnkarlıq görürəm. İnkar görürəmsə samı çıxıram. Instructions. Deməli, burada cəmdə gəlibdir. Yəni, təlimatlar deməkdir. Eni də atıram, qalır nə? Eni. 14-cü sualda I borrowed money from my dad. Money, baxıram ki, sayıla bilməyən isimdir də. Ona görə sayıla bilmirsə, bunu ən-lə işlədə bilmərəm. Çünki sayıla bilməyən ismin qabağında ən gəlməz. Ondan sonra, inkar yoxdur, sual yoxdur. Ona görə B-ni atıram, qalır nə? Sam. 15, 16, 17, 18-ci sualların cavabını rəy bölməsində yazın. Sonda sizə düzgün cavablarını qeyd edəcəm.